Salamlar, salamlar, salamlar. Bu günləri bu formada başladıq sizə fərqli bir dizaynerdə. Bu gün nə edirik sizcə? Burada saxlayın videonu. Geçin yazın fikirlərinizi görün biz nə edəcəyik. Baxıb sonra yazmayın ha. Bu organizerlerden acaba ne yapacağız? Ne Bəli. yapabiliriz? Organizer və Zeynəb. Deməli birinci şeyimizi yiyirəm, atımızı yiyirəm. Bunlar sonra yani birincisi değil. Bunları koyacağım. Öncelikle bunun qıraqlarından da özeleyip onu diyeyim. Deməli bununla bunu dəyişdirəcəyik. Yani ne dəyişdirəcək bilmirəm. Ama ki dəyişdirir. Fərqlilik olsun, dizayner dəyişsin. Zeynəb əslində bunu deyirdi ki, ana mən belə bir fərqli bir şey toxuya bilərsənmi? Bunu nəsə eləmək olar? Dedim eləmək olar. Baxın görün nə qəşəng. Zeynəb fırlat onu göstər. Özüm işləmişəm. Setkadır. Nə bilim nə setkası gedirsə bu. Neyse. Hə. Deməli birinci bədən spreyləri. Bədən spreylərini. Birinci yox, elə eləmə. Onları götürək. Oranı silək, təmizləyək. Ya da ki, Niyə silirik ki? yox, şkafın üstünü silməyək, termomuzu. Oo, ama mən silmişəm dosta. Hə, yaxşı, yığ onların içinə, akuratla. Qoyaq kənara, oraları da səliqəyə salaq. Ondan sonra düzək termonun üstünə. Zeynəb getdi. Seti getdi. Hoş ki, Zeynəbin seti gəldi. Hamısını götürməyək də. Hamısını götürməyək də hissi götürək. Ne oldu? Getdi fikrə bir qədər, dedi, əziz körpələr. Qarlı dağlar aşmışam. Bu eləyəcəkdin. Niyə özün? Zeynəblə dolaşmışam. Hələ bu sirtməni də eləyəcək. Oran bilirəm. Aç sirtməni. Ancaq bunun olduğu yer silə. Yaxşıdır da. Fixsəyik. Aç. Dayan. Haran eləyəcək? Buraya eləyəcək də oraya keçməkdən. Yaxşı. Attım bakın. Bunları siləcəm. Burayı da siləcəm. Yaxşı, sildikcə qoy ora. Altını da siləcəm. Hə, harasını silsən sil. Bunlar bədən spreylərimizdə önceliklə. Bu yanlarınki də pəmbiş. Kömək eləyim, yoxsa özün eləyirsən? Şimdi bədən spreylərimizi koyduk. Şimdi reklamlarımızı danışabilmiyorum. Bakın normal hayatımda danışıyorum. Video sonra heyecanlı olur. Görürsünüz de heyecanlanmaya başlayacağım. Her şeyden içine var. Zeynəb kömək eləyim, yoxsa? Aslında bu şampuniydi ama bunun burada ne işi var bunun. Bu yapıştırdıklarımız bu arada ünlülerin, sevdiğimiz ünlülerin şekilleri. Stray Kids'dir, Blackpink'dir, şəkilləridir. Manifesti var. Manifesti var, şaxta. Yox, yox. Şaxta baba, şaxta canı götürək. Aslında bunlar da bakaydı. Biz aklına zararı geldi. Şimdi bunları da çıkardık. Oradan. Dolu görünür, hep görünür. Pis görünür. Elə bir ki, zibil kimi şeydir. Yani bunun şöyle dokusu. Polly bacı. Oğlu bacı. Sonra Neyse, şaxta babamızı söktük. Əslində hər şey sökmüşüb, şaxta baba nə tərəsə qalır. kardeleciklerine kadar kalıp da Qardancıqları qalır. Bilmən. Onu niyə yapışdırsan? İşte bana kulum. Bu bitmeye yakın olan bir doku. Hələ burada da var qardancıqlar. Zəsidir, onları da ver. Bunu Qızların çıkartma. Bu rəngi sol. geçici. Ha. Qızların rəngi sol ver. Ama nasıl rengi olmuştu? Sonra böyle bir doku var. Bunun çok ne diyeyim, bunun iki tane növü var. İki növü var. Böyle eski növü de var. Ve eski növü de yeni növü de. Ben bunu da sileyim. Ve bunun sadece böyle sağlıklı sırayla bu güzel görünmesi için uğraşmayacağımdır yani. Sonra böylesi de var. Harflerimiz çoktur. Stitch'in şeyini atı karakasına. Yok atma. Evet. Ne saklıyorsun bunu? Bitmiş dokular ama hala da buradadır. Aslında kullanılır ne bileyim saklamışıq. Neyse kalsın. Sonra onun sesiydi ama. Hı?
Eşittin sesi. Nə? Neyse. Yine bitmiş bir kutusu. Yani bunu herhalde bir şey tökebilirik. Bu da seyahat cüzdanı tökürük. Tökürük təzədən yığırıq təzədən. Mən yığdıqlarımız, Ne iş var burada? mənim qalın geyməmə baxma çünki Ben de kalıcıymışım da. hə çöldə çox vaxt çöldə oluram. Vaxtımın çox vaxtı belə deyək də, günümün çox saatı çöldə oluram. Nə üçün? Zeynəb apar, Yağmuru apar, Zeynəbi gətir, Yağmuru gətir məsələ. Ona görə sanki havalar da bir ara isinmiş, təzədən yenə soyudu, birdən riski və elə bir ki, sanki üstünüzə sağlıq olsun. Elə bir ki, canımda üşütmə kimi belə bir şey var. Ona görə əynim qalın geyinmişəm. Deməli, bunu mən sinif yoldaşım vermişdi, hediye etmişdi. Onu koyamıyorum. Geç görünmüyor ama olsun. Böyle. Benim də şey gətirim, pambıq gətirim. Dırnağımı silim. Bir şey diyeyim mi? Bunları da ora koyak. O nədir? Bunları da ora koyak. Hara bura? Ha. Baxaraq da gedişata. Eğer bu şey kalsa koyarım. Hə, baxaraq gediş. Birinci rezin broşka hissələrini eləyək, ondan sonra. Tamam. Şimdi siz nereden açtığınızı birazdan bileceksiniz. Takipçilerimle aramızda özel bir şey konuşuyorduk. Wow, məndən xəbərsiz. Yaxşı. İnşallah montajlarına gelmez. Sonra koyarım, hiç göstermemişim koyarım. Bir dakika unuttum, siz mi unuttum? Bundan 3 tane var. Biri böyle teleskopla bakıyor. Biri gemi sürüyor. Zeynəb onları göstərincə mən də dırnağımın baxlarını silirəm. Bir de böyle. İşte elinde bir şey vardır. Nə oldu? Silir onu. Mən də dırnaqlarımın bir ədədi qalıb bu tərəfdən, bir əlimə. Ha, bu bitti. Oh elim. Elde daha tahtadan onun. Yəni, onu silərsən, götürərik başqa. Ya da silə bilirsənsə sil. Gedirsə sil. Toz var üstünde bayağı. Və bizim hələ də Nişa quşumuzun şotsu, belə deyək, insanlar tərəfindən həm sevilir. Sevilir deyəndə yorumları daha çox olur, baxışı daha çoxdur deyə və orada xoşagəlməz sözlər də var, pis sözlər. Pis söz deyəndə pis söz deyil, sadəcə olaraq öz düşüncə tərzləridir. Özlərinin həyatda görmədiyi, vermədiyi sevgilərdən danışırlar da. Məsələn üçün bizim quşumuz Nişa və Keşadır. Yaşıl Nişa idi, yəni ölən. Keşadakı qız olan idi, o birisi də erkək idi. Neysə elə eləmədə, onu qoy bu tərəfə, hələ ki bu yana yerə qoy. Oranı şey açaq düzəldi. Onları da götürək, pişikləri yavaşlanmasın. Dağlar nə deyir? Daraqları da şey işləyir. Sonra nədə onlar da başlayıblar. Orada yazmağı ki, bəs ölüb ölüblər. Mərasimi hardadır, üçü hardadır, sanki lağ eləyirlər. Və o lağ eləyənlər insanlara deyirəm ki, sizin düşüncə tərzinizə, yəni o dərəcəyə qədər də oradan o tərəfə yoxdur da. Mən bir şey deyə bilmərəm. Nə də sizə nə ağıl qoya bilərəm, nə də sizi düzəldə bilərəm. Çünki sizin həyat tərziniz bu tipdədir də. Yəni bunu görmüsünüz, bunu qəbul eləmisiniz və bunu da təbliğ edirsiniz də. Onu çağırsaq gəlməyəcəksiniz. Niyə boş-boş şey? Yox, birincisi canlı bir əməliyyat edib, ona mərasim vermirlər. Yəni nəyə lağ edirsiniz? Hələ görün siz necə öləcəksiniz və sizin çox belə üzr istəyirəm bəzi izləyicilərimdən. Görün hələ siz, yəni Allahın yaratdığı canlına, yəni onu da Allah yaradıb, sən də Allah yaradıb. Sən onun yaratdığı canlıya lağ edirsənsə, ələ salırsansa, o göydəki Allah onu görür. Yəni adi balaca 10 qramlıq, 100 qramlıq ətli belə canlıdır da. Yəni sən böyle insan öləndə görsən başına nələr gələcək, nə bilirsən ki, necə nətər olur, necə olur. Amma sən bir amca tikə canlıdan ötürü ağzına gələn yazırsan, çox ayıb olsun. Sadəcə mən bunu deyə bilərəm və mən sizin səviyyənizə düşmək istəmirəm. Çünki siz yəni o səviyyədəsizdə sizi qaldırmaq mümkün deyil. Bunu ben yani bir sınıfımızdan elemiştik. Böyle çok renkli oldu. Güzeldir yani. Şimdi de saflıkla çıkartmışım. Böyle sulu. Ayrı ondan. O zibil olmadı. Yavaş. Of da. Ve şimdi düzgün yapıyor. Bu arada anamın üstüne öz kirpilerini yapıştırıp. Toya gedəndə kipriklərim qalırdı üzümdə. Və çıxardım. Bunlar öz gözlərini yapışdırdım. Mən gətirib oraya yapışdırdım ki, heç olmasa orada olsun. Belə. Şimdi onun qəpiyi var. Amma bunun qəpiyi deyir. Bunu sizcə, bunu necə eləmək olar? Yəni çıxartmaqdan ötürü.
Deyir, buranı deyir, çərtirlər, prosto belə vurursan, deyir, dağılır içi. Amma bəs bu da çıxmır, axı heyfimiz gəlir buna. Aslında Onu atmırıq daha çox. Belə çox. Burasını lütfen hamısı qıracaq, yəni şeylə bərk. Hə, Amma eləsin. belə isə qırmayacaq. Ver mənə. Bunları götürürük bu arada. Qalsın burada yoxsa? Yox, buraya götürək də bunları. Artıq götürək deyirsən. Burada fərqli bir şey yoxdur. Büyüdükçe yani sıkıldık. Eyni şey, gərəkli deyil. Fərqli şeylər lazımdır ki, biz o maraqlı olsun, uşaqların gözü dəyişkənlik görsün, fərqlilik görsünlər deyə. Ver mənə onu. Yox, mümkünce burası burada qalır. Hə, O yapıyorum ben çekin. Bunu yaparsan üstü kalsın. o qalsın. Hem de geçecek. Yok benim ilk iki evvel olayım. Saçımdaki tokalı olayım. Al. Ezgi şu yürüdüğüm yolları neyse abarttık. Yağmurun kitabları. Pintoloşum. Əslində pintoloş deyil, istəsə hər şey eləyər. Sadəcə olaraq tənbəldir. Bazen ben çarptırır. Bu arada bir dakika. Bu bizim bu arada bu bizim evli. Domik kapilkamız. Domiklerdi. Evet. Başa düşmeyecekler tabii ki. Niyə başa düşmürlər ki? Evli kapilka ne diye. Laf şey Pul döndü. yığdığımız şey işte. Adını bilmiyorum Laf Azerbaycan'da. sahibsizlər kinosunda bir dənə şey var. Nədir onun adı? Kişinin adı nədir? Ne? Yusuf'un atasının. İngilizcesinde çevirin. Ha, Yusuf'un atasının Adı adı. yanından tut. Haşmet. Bu da Haşmet güzel. var. İngilizce değil son tercüme edir. Bir mal ya. Bak gerçekten mal ya. God damn it. Ne dedi bu? Anne. Bela okudu. Yok tam olarak bela okumadı anne. Dedi ki Allah kimsenin karşısına kötülük yapan veya kötülüğe meyilli olan insanları yanında, yöresinde veya Allah cezanı vermesin senin. Sesini keseceğim şeytanı. Anneciğim, God damn it. Yani Türkçesi, cahil bunlar anlamaz. Allah kahretsin anlamında. Yani Eyvallah. O birisinin içinde qutarıq oradakiləri. Bilmiyorum geçen ha. Sən təmizlə buraları sil. İndi sən- Mən gəldim. İndi ise glosslarıma nemlendiricilerimi falan göstereceğim. Burası bunda çoktu. Öncelikle bizim ilk bir tane nemlendiricimiz var. Nemlendiricimiz vardı. Belediyenin açılarına okuduktan sonra elimizi böyle yapıyorduk yani rezil rüsva oluyorduk. Neyse bunu söylememeliydim. Ama burasını kesin. Demeli böyle bu bizim ikinci neydi olsun neyse nemlendirici desen değil. Renk verir ama çilek tadır. Neyse işte ondan böyle. Bu böyle bir şey. Açılıyor kapanıyor. Burası da kırılıp. Ama ben bunu şahsen bu aralar hiç işletmiyorum. Sonra böyle bir nemlendirici var. Bunu üçümüz işledik hatta yani. Aslında bu ananın neydi? Yağmur işletti buraya koydu. Ondan sonra ben işlettim ve ömürlüğü burada kaldı. Anamın eşyalarını yavaşçasına çalıyoruz arkadaşlar. Bir tane de kremi var idi. Onu da birazcık Yağmur işletti falan filan. Bizim otakta kaldı. Sonra yine oraya gitti, buraya geldi. Ondan sonra gitti kayboldu yani. Bunu yeni almışlar. Ben bunu gloss kimi bilirdim ama ne nemlendirici ne glossu. Sadece parladır. Yani sadece parladır da. Dadı yaxşıdır. Yani dadının yaxşı olduğunu hardan bilirəm. Belə eləyəndə gəlir də. Gəlir ha. İşte niye böyle kötüdür yani. Bir dakika. Başladık. Hemen bunu saat düzelttim. Sadece parladır da yani bu. Niye bileyim evde. Gerçek hayatta böyle değilim yani. İğrenç görünüyorum şu an. Neyse. En sevdiğim glossum olan o glossum. Şöyle bitiyor yani. Yapacak bir şey yok. Bir el falanında. Bir Yağmur'un glossu da ona benzerdi. Ama kırmızı renkli işte. Bu gloss'tan ikimizin de var. Ama hiç işletmiyor çünkü çok kırmızılık verir. Bu kadar kırmızılık veren gloss işte de yani bizim yaşımıza göre uygun değil. Bu da böyle bir şey. Doktordu. Ben Safetka'ya götürdüm teze. Bir saniye. Bu da böyle bir gloss. Bunu Yağmur'un iyiydi ama Yağmur işletmiyor yani. Ay da. İlk şeyimiz buydu. Ondan önce de var idi. Ama bakın bu üçüncüydü ha. Birinci onu bilmiydi. Kırıldı artık ziblə. Bu ikincidir. Bu da üçüncü olandı. Sonra da gelir bundan gelir ele. Bundan ne vakit olup sıralamasını yapmayacağım. Böyle bunu ikimiz de işledirdik. Bitip ben şey bu arada. Elimde kalıp. Sonra bazı böyle nemlendiricisi. Hiç kullanmır. Bakın al bir ildi baka hiç kullanmadı yani. Orada kal böyle. Arada diyelim çalmış işte tamam kaldı yani öyle kullanmıyor. Ben nemlendiricim. Dudak nemlendiricisi. Ya sabah vururum ya akşam vururum. Bekler gelende falan. Bitirir bu arada bu da. Ha.
Öncelikle ben bunu nemlendirici bilmiştim. Yani soğuktan koyuyor, dodaklar çatlamasına falan engel olur. Ama bunu vurdum. Elə qırmızılaşdırdı ki dodağımı. Çok kırmızılaştırdı da dodağımı hakikaten. Yani ama kullanılır yani. Onun eynisi bu da. Yağmurda da var, ödüm koptu ama. Yağmurda da var. Neyse. Glosslar da güzelliğinin içinde silip bunu koyuyoruz. Belki biz burada tokalarımızı koyacağız işte. Onlar orada. Ne oldu sana bu günlerde? Elin söz tutmuyor. Konuşamıyorum. Türkçe danışma. Azerbaycan kanalıdır. De yaş başla. Arkadaşlar yani başkalarımızı, tokalarımızı, rezinlerimizi koyacağız. Yer olsa bunlar da koyarız ama tam bilinmedi yani. Yer olsa bunlar koyacak buraya. Bu arada ama bu videoyu montajlayacak diye bilmiyorum. Ne sana söyleyeyim ya. Söyleyeyim. Girmiş. Bunu burasına koydum yani. Bu kadar girdi. Sıkışık sıkışık. Aslında ona da bir kap fikirləşmişdim ama tapa bilmədim. Həyatdan onu gəzirəm. Göz kapı gerekli. Göz Tamam, kapı. boşaltdın. Bunu götür. Ben Bu tərəfə gələcək. Onun içinə getməliymiş. Artık şeyler saklayırlar. Her getirirler. Artıq nə var? Bu nədir? Bu Tomiyək getsin. Bu bileziğimizi koyduk. Bileziğimiz aslında bu kadar değil. Ama yani aslında bu kadar diye. Yani o birilerde çok böyle çocuk olduğu için bunları takmışız buraya. Yani bunlar genelde kullandığım şeyler bunlar da. Bu da o falan bu da o. Ya da bu da falan yani. Bu gibi genelde kullandığımız şeyler böyle. Ay. Nə oldu? Bundan silmeme ihtiyacı var ama. Nə? Bunları. Yox, yox. Yoktur. Onlar çəkin tozu deyil. Sonra belə qurumayıb qoyuram ben. Bunlar böyle oynanmış. Hadi yaxın bu şeylər tapıram və yaxud da. Bu yere koyalım. Koy. Hop. Siblot. Hə, qızlar, indi mən buranı bir dənə sileyim qəşəngcənə. Burada zibil vedrəsi qoymuşuq. Yəni birbaşa zibil vedrənin içinə tökülüb. Qoy bir dənə çıxardım zibil vedrəsini də. Görürsünüz zibil vedrəsini. Zəndə burada qurumuş çörək var. Çörəyi aparıb çörək kulokuna qoymaq lazımdır. Ay Zəzi, dur ayağa, bu dırnağı da qoy. At da siblə. Yox, kompüterin stolunun üstündə dırnaq da Koşuya var. at siblə. Ne? Yo, günahdır çöreğe oratacağım. Koy. Sen bilmirsən ki, çöreğe oratmaq ziyandır. Ziyan yoxu günahdır. Niye çekiyorsun? Onu apar koy yerinə. Koyuya bir şey üstüne tozma. Nə? Şöyle. Qızım, nə qədər qurusa da, biz onu zibilə ata bilmərik. Qoyacaq asıcıya, həmişə asırıq çöldə, turbada. Oradan asanda, orada çörək, toyuq cücə saxlayanlar toyuq cücələrinə verirlər. Və deyəcəksiniz ki, bu nədir? Mən termonun üzərinə belə bir prozraçlı klok sərmişəm. Nə üçün? Çünki uşaqdılar. Yəni, bura hələ uşaq otağıdır. Belə mən hələ öz otağımdakına da sərmək fikrim var. Çünki kosmetika falan mən çəkirəm. Uşaqlar, məsəl üçün tutan ruçkalarını qoyurlar. Ruçkada yeni məsəl uşaq otağıdır. Təsat oqalar çerinin dağılır, eləyir, klonka dağılır. Klonkanın ucu neçə ildir taxıram? Neçə il deyəndə bir ildir də. Hələ də, yəni, bildiyimiz kimi də qalır. Bunları da götürməmişik, yeni ilə aid. Bunları da qalxıb indi qoyarım yuxarı. Onu da götürəm. O yapışdırmışsınız. Onda da dəyniyim çox. Ya çıkart da. Gəl yaxşı. Bir ben çıkardım. Gəl cırılmanı istəməm də. Al belə saxla. Keç qalın. Ben çıkardım. Yo, ne edirsən şu an? Ömer kalsın buradakiler çıkardık ama. Əgər bacı da okeydirsə, Bazıdan ikilizdə. soruşmuşum da iki. Ha, onda çıxardım. O evvelden Baxın, değil. tez-tez silməm düzü. O evvelden değil çıkardım. Yəni, bax belə olur. O kadar da büyük duralım. Ne değil? Deyəcəksiniz ki,
Bəs buranın işıqları var. Niyə yandırmırsınız? Ona görə yandırmıram ki, cəz bir dəqiqə. Ona görə yandırmıram ki, çünki o tok o hissələri. Hə, tok içəridə olduğu üçün mümkün deyil. Amma uşaqların otağına ki, gələcəkdə dəyişmək istəyirik yerlərini. Bax, onda uşaqlar keçəcək rahat bir yerə. Bu da küçüğün üstündə öncədən var. Neyse o alınandan bəri oradaydı. Etiketi olub düzgün çıxartmayıblar. Etiketin yarısı qalıb burada deyə. Hər dəfəsində bax belə vururam, onu yumşaldıram. Sonra başlayıram qaşımağa. Ətir ürpəşir, mənim də ətim ürpəşir. Amma cəzücü daha istəyəsən son addımları yaşayırıq burada. 7 ildən sonra 7 ildən sonra çıxması şaşırtıcı gəldi. Çünki 7 ildə ancaq mən bunu belə gedib gəlib üstdən qaşımışam. Ən son Mən də o dillərin qaşıdım, insanda 7 qat dəri olur ha. Bax eyni odur da. Təsəvvür ki, ən axırıncı dərsi idi soydum. Şu kağızı deyil daha, bu kleyin qalması idi. Kleyim ne 7 il orada dayanıb. Götür buradan, şunları hələ ki. Bax, burada da var. Hələ burada da var. Orada var idi, onları apardım. Oraya getdi işin dağıyacaq, yəni təmizlədim. Burada da var. Bəlkə də siz nəsə yapışdınız, bax bu onun skoçudur. Ne? Yoğurun işini yapıştırmamış. Mən o əski ilə skoçdur, bax oraya yapışılıb. O yox idi orada elə şey. Ona görə hər şey şkafa yapışdırmaq olmaz. Yapışdıran kimi uşaqlar siz də eləməyin ha. Evdə termolarınızın da, isti şkaflarınızın, qırvatlarınızın fərqi yoxdur. Öz otağınız olsun və yaxud da ananızın otağı olsun, məsəl üçün. Və yaxud da ki, nənə babanızın otağı olsun, eləməyin. Bax, getmir. O da çox səliqəsiz görünür. Təsəvvür ki, evi təmiz eləyirsən, amma ev səliqəsiz görünür. Ne gibi? Nəyi verin? Buradan sileyim. Elə yox, onun şeylə silərik. Verərəm, silərsən. Ne misafir? Nəm salfetkayla da silə bilərsən. Ver oldum. Məndə döyüş nəm salfetka. Ala. İndi sizin üçün bir şey eləyərik, yandırarıq bu işığı, baxarsınız işığı. İşıq yananda termo necə olur? Ən axırda yandırarıq. Yaxşı, zəzi yadıma sağ. Tamam. İzləyicilərimiz O üçün. ışık var ha. Biz həmişə anayla təzə otağına bir ışık falan yana düşürdüydü. O ışığı takan orada var ha. Onu bir dəfə belə işlətməmişik də. Hə. Bak orada da heç işlətmir yalnız o için işlədik. Onu bilər ki bir dəfə iki dəfə işlətmiş. O da çox balaca baxımda. Çox işıq verir deyə yatanda uşaqların gözünə düşür. Uşaqlar da indiki vaxtda, yəni indiki yaşında kosmetika çəkmirlər. Mən də bu termonu artıq ən yuxarısı 15, 16, 17 yaşa qədər təsəvvür edirəm. Yox, ondan yox. Belə keçdim. Yox. Hə, 15-16 yaşında, yəni o vaxta qədər qalar qalmazdı. Ben silim də aralarım. Gəlsin. Karfka. Pişmaniye kırıfkası. Pişmaniyə parıqası bunu qoyaq bura hələ ki. İndi nə qəşəng oldu, çox səliqəli göründü indi. Həqiqətən də. Ya çok dolu olanda da otaq nə bilim mən. Basırıq görünür. Sanki biz sıxır adamı. Hə. Yəni bəlkə bunu buradan keçid yoxdur. Buradan arxadan var amma. Gözlə, bunu düzəldir. Dalmış. Dağınış və hətta zəzər stol Ne bilmirəm. ilişib nəysə. İndi buranı düzəldəcəyik. Zeynəb boşaltsın.
Götürsəm məsələn bu qabda pamuşa alacağım. Açın buranı təmiz. Pamuşkalar falan. Amma bundan sallanma, yaxşı. Silkmə düşər ayağına. Tamam, o zaman başlayalım. Demiştim burada bizim başka bileziğimiz var. Sadece oradan asmalı. Neyse, hemen önce dobraşkalardan başlayacağım. Başlayıcıyımdır. Bəziləri o tarafa gidip bu bəziləri bilmiyorum. Hamısı birbirlerine karışıp burada ailem birbirlerine deyip. Öncelikle belə bezeli tokalar falan koyacağım. Yaşadığım şeylere bak. Bir dakika arkadaş, bir dakika. Ha. Deməli, öncəliklə böyle tokalar. Danışa bilmərəm. Belə 15'li rafımız var. Bundan 2 tane var. Yani onların rafımız var. Böyle tokalar var. Cütlüyü atarım. Sonra şöyle kızlı var. Yapıştırım bunları bura koyacağım. Sonra götüreceğim bunu buradan. Birinci belə eləyək də Cəzi. Yəni bunu qoyuruq kənara. Rahat olsun bizə. Bu karabkanı boşaltmaq istəyirsən. Baxın bu karabkada belə bir şeylər var. Xırda xuruş, broşkalardır. Burası değil. Burası. Sonra baxın belə bir Bunların yerler burada değil. Burada qarışıb da indi gələcəkdə burada da belə. Cəzanı da çıxardıram, oraya yığma elə. Sonra baxın burada da belə var. Bunları da qoyuruq bura. İndi biz bunu elə bir çəkməliyik ki, siz rahat görəsiniz. Nəyə, harda, necə yığırıq. Daşı gedirik. Sizin görəcəyiniz şəkildə düzəltmək istədiyim. Hə, görünür. Görünür. Ha. Çək. Ben şu tokaları koyuyorum. Reis burada ne işi var? Mavi. Eyvə o əlimə keçdi, onu da o biri tərəfinə qoy digər. Burada olsun, ondan sonra oraya keçeceğim. Akuratla yığ da. Necə yığım? Dağınıq eləmə də. Sonra götüreceğim, yoksa dağılacaq da. Bax belə. Yan. Götürəcək, dağılacaq da yoksa. Yan saçı götürək. Bax elə bir ki, bunlar bir yerdə qoyaq, bax belə. Ana bala. Sonra bax, hə, əkizləri bir yerə qoy. Bir şey değil, bu gündən sonra dağılırlar. Həqiqətən Baxın deyim. belə. Olsun da. Çok toka kullanıyoruz. Ən çox da Zeynəb vurur. Yağmur məktəbinə ancaq ağ bantik vurur. Zeynəb arada rəngli də vurur. Arada həmişə renkli takıram. Böyle bunlar. Bunlar birazcık kaçtı falan bunlardan. Onları axırda Bu bir qoya tane bilərsən. göz yoktu özde. Heç nə olmaz. 11 tay yaxını bəs. Bilmirəm. Ona baxçaya gedəndə bir dəfə itmişdi. Yanımda Bağça gedən yoxu var idi bağçadan sonra məktəbə vururdu. Məktəbdə də baxçada yanımda deyil. Yəqin məktəb var. Böyle pontiş tokalar, tüllü tüllü. En çok böyle ya kaçtı ya böyle pontiş ne bileyim ben böyle tüklü olur. O tüklü yumşaqları o bir tərəfdən qoy. Tüklü yumuşakları ayrı Onun koyuyorum. yanından, hə, elə oradan Bu döyür. da tüklü yumuşak takı. Hadi oraya koy da. Bu da elədi. İndi daha yerləşir ora. Necə yəni eləş. O falan ne fərqi var ya? yaxşı, Ayrımçılıq eləməyək. Ayrılmayaq birbirlərini. Sonra yıldız. Bunlar doldu bence. Yıldızları keçirəm. Yıldızlar anı. Kəpənəklər. Beni koysam biri gelir. Ha kefen. Yıldız dedim taşlı mı? Kefen gibi. Böyle garip tokalarımız var. Başkalarımız var. Bu da doldu. Basma elə. Bunları da koyayım. Yox, o ayrı onlar uje. Onlar ayrı, elə broşkalar çoxdur. Öyle başkaları bura koyuyorum. Onda bu yıldızlar da bura koyayım da. Bura koymayayım, bura koyayım. Yox, ora qoy. Yıldızlardır, belə başı belə olanlar, kromi kimi. Bunları. Hə. Yıldızlar ya yağmur takıp ya da bilmiyorum orada da. O Bu yağmur yıldız taxmıyor. bilmiyorum da harda bilmiyorum. Yıldız yəni ulduzlarda. Şu keçdən o tərəfə. Bunu bura koyayım yoksa Hara istəyirsən qoy. koymayayım. Qoy. Üstüne koyacağım. Qoy. Bu resimde ne işi var? Burada bakarsın birbirine karşı. Bu ulduzlu da bu qaşlılardır, onun yanından qoy elə. Böyle. Ha, yerləşirsə Ne qoy. kadar kaşlı var. Azıcık kaşlı takır. Bu da böyle gökkuşağı işte. Kurtardı bakayım. Bunun üçün də broşkanı götür. Rezinləri qaşı götür. Qoyaq bura. Bitti. İndi Zeynəb deməli belə yığdı. Bunları belə qəşəng səliqəli. İndi Zeynəb yavaş da. Hı. İndi Bunları. keçirik bunlara. Qoy yanına. Benim İndi yığ. birinci belirli. Bunlar böyleler arkadaşlar. Belirliler bir de ya. Böyle. Bunu yağmur almışdı. Bu cücəlləri Bunu da ben Zeynəbə. almıştım. Bunu hemşire bakçaya gidende takarım. Katılıyla bana. Ha. Anılar. Böyle. Hmm. Çımçımda elliyirler. Onu Bu ne oldu? kəpənəklər. Bunlar çok yaxşıdır. Hmm. Sonra belirleri var. Bismillah. Onlar hə, Yukarıda onlar da bu ondandır. başka yerde diyor. O yer orada değil. Burada değil.
Geçen olacak. Çox qəşəng olacaq. Həm karobka yeri azalacaq. Bir dəfəlik bunu qoyacaqsan. Çox gör nə qədər yer tutdu. 2 dənə karobka. Biri boşaldı, təmiz düzdür. Süper. İkinciyə keçmişik. İkinci de kurtarır az kaldı. Bunları bırak. Bezelye bunlar kalsın. Bunlar da kalsın. Rezil Oraya mi? pompuşlara qoy istəyirsən. Pompuş Pompuş. rezinləri ver. De orada göy də var, o birisi Burada da digərdə. bunun bir tane olmalıydı ya. Yok. Bəlkə də bu tərəfdədir. Sən onları da qoy, pompuş rezini də qoy. Yekəni altdan qoy, üstdən balacaları. Kalsın çek. De hə, bördən qoy. Bantik qalsın çöldə. Böyle. Hə. Çok şey. Ay sağ ol. Böyle biri kopu. Bu burası. O nəyə qopub? Hə, gülü, eybi yox. Qaş qoymaq olar ya ona. Taş koyarım. Silikonlu qızdıranda tapancanı yadıma sal. Ya bunun iki tane vardı Hə. yanımda. Bir Bunu mən düzəltmişdim. Xoş gəlirdi bu şəriklərdən. Bunu bura Mən də düzəltdim ona. Sonra biri günəşlidə qalırdıq onda biz köhnə evimizdə. Bax orada saçına yığmışdım 2 dənə kosechka. Biri düşmüşdü, biri qalmışdı başında. Yok. Orada nə qaldı? Sancaq falan. Ha. Onları da digərinə qoyarıq. El Saçlar var. onu da elə uzat o uzun rezinlərin içinə 2 qat elə, hə. Hə, onsa uzundur da o da. Yesyo. Baxın. Sırf buna el vurmak için her gün toka takarım. Yesyo. Geçince. Böyle tontiş şeyler var. Buruşkalar. Elə onlar belə qoy. Neyse bu. Bax, belə yanakı qoy. Belə girsin, keçsinlər. Bu rezinlər də. Bunları da mən Bunlar toxumuşdum. da ana tokuyup bu şey Dışarıdan içindi. göster. Topuz içindi. 2 dənə top yığanda onu taxırdım. Çox qəşəng də olurdu. Nice koyayım. Elə qatdala qoydu ora. Tamam. Bir Bu de kont işte bunları da qoyarsan rezinləri. Qramçıq qoy. unutmuşum ama onları da koyarım. Bunlar bezelli rezinlerdi böyle yanları falan. Geçen güzel görünenler. Ha, sonra böyle Barbie'li var. Geçen saçta geçen görünür. Ne, normal rezinleri ayrı koyacağım. Bezellileri ayıracağım. Böyle bir toka vardır. Çok kullanmıyorum. Bu çok geçeydi həqiqətən də. Boncuklardan falan düzülüb. Ay yıkıldım. Boncuklardan falan düzülüb. Yanı boş kaldı diyorum. O yana bir şey koyacağım. Ya da diyorum bir dakika ben bunlar tezden yığım. Demek bir yanlardan bu. O bir yanlardan bu. Ve bunu da koyayım buraya. Bu da kaldı buradan. Başka hiçbir şey. Bu birazcık dipli oldu. Muhtemelen bunun üstüne bir şey koyarım. Belki de bunları buraya koyuyorum. Orada çok dolu görünür. Bunları buraya koyarım. Orada pis görünürdü. Şimdi geçe broşkalara keçirəm. Belələri var. Aşağıdan biraz tutuyorsun. Görürlər də. Arxa kamerayla çəkirik və kənardan qoymuşam. Zeynəb Ama ona bunları görə bura deyirəm ki, koydum. aşağıdan elə. Necə koyacaq bunları? Bu yerləşmir bura. Ha. Girir də. Bura boş qalacaq axı yəni. Boş qalsın da başqa şey qoyarıq yanına. O qədər broşkalar var burada. Bunları koyaq bəlkə bura. Olar. Amma ondan sən hər gün istifadə edirsən, axı, nə edirsən? Nə göstərim Zeynəb nə etdiyinə baxın. Ay topu nə deyir? Heç nə olmasa düzəltmək üçün açmışıq da qızım. Sonra da oranı boşaldarıq, qəşəng silərik. Bu Bir şey də üstlük qoy. salmışam, Çək. silinəndir. Bura mavi broşkanı koyaq. İndi o burada deyil. Bunlardan yox, bunlar xırda-xırda. Sən ora bantiklər də qoya bilərsən, bax bura. Bu hissələrə. Yəni qərar verək gələk. Sıralar koy. Niyə saxlayırsan da? Və qərar verdik. Kullanmıyorum. Bunlar işlənmirsinizsə, yığım götürün. Ataq maşına ataq yuyaq bunları. Bunu Bunlar götürdüm. Bunu götür. İşte bunu. bu yağmur işlədir də elə bil. Elə bir şeydir, bantiklərdir. Hə. Hansılar yulasıdır, ataq maşına. Ana bunlar böyüdü. Bunları koyuyorum buraya yaxşı. Tazlı olan. Hə, qoy. Bunlar ne? Onlar dağıtma. Sən bantiklər tap yığ bura. Antikler, mektep taktiği. Ha. Kırmızıları koyuyorum. Aşağıdan göstər qızım. Tuzlu diye bunu da. Deyək. İçine Hə, ortasından fıra belə. Bu formada belə fırladı, qoyma. Bunu da bura qoyaq. Deyə əzmədən də Zeynəb. Ama
Əsəsən əziz səni. Axı dedim axı əzmədən. Mən qoymuşdum, sən basırsan üstündən. Qoymursun şey. İmkan ver də. Bunu da belə yumurlama. Akuratla, açıq vəziyyətdə elə ki, həm bu parça qırışmasın deyə, həm də ki, bura yerləşsinlər. Yazıqdılar. Mən yazıqdır deyəndə deyirlər, ana bu canlıdır. Deyirəm ki, o da əziyyət çəkilib, düzəldilib və əziyyət çəkib qazanılıb, alınan pulla, halal pulla alınan şeylərdir də. Yox. Broşkaları da göstər. Görünür də orada niyə qalır? Belə görünür daha yaxşı. Zeynəb belə bir qabı da çıxartdı. Əvvəl orqanizer yox idi. İndi ucu rastıma çıxdıqca alıram. Bahar uçdu. Bunu bura qoyuram. Niyə? Broşkadır. Bunu bura. Geçen olmadı. Çox qəşəng Ay oldu. bir tay buradaymış. Yok. Amma bir tane yoxdur. Yoktu yok. Deyəsən bacım, hə bacım vurub. Onun tayını bacım vurub. Nədir? Bacım başına vurmuşam da. Yok zibil kapı. Hə, eybi yox. Arxasını qabağa qat, şeylə, hə, o tərəfə qatdalı. Tərsinə, hə, syo. Ay Nə hayır. Bu çəkin baxın görün nə hoqqa çıxardır bu qız burada. bunlar nedir bu parçalar Yo, yok. onlar ora yox. Onlar əlavə. Deyir. Geçen oldu. İndi dayan burada şeylerimiz var. Başımıza taktığımız şeyler. Onlar da balacağın içinə yox. Bir sen deyin. Ay, Nə? bunlar da bırak oyak. Bu başımıza. Hə də mən də onu deyirəm də gözlə hələ yox, hələ yox. Şafar. Biz burada belə qutuların içini təmizləyirik. Bura ne ağacı? Demeli hanımlar. Böyle bantlarımız var. Birinci pembesi. Düzü çok işletmiyorum. Bazen kullanıyorum, bazen kullanmıyorum. Böyle şey rengi. Bir de böyle güllüsü var. Çok kalır. Gönderdim. Burada bir tane var idi yanımda. Hala. Nə axtarsan? Bir de bunu olsa kırılmış. Ha diye böyle. Böyle koyacağım. Çatmıyorum. Yerləşməyəcək. Onda bunları Uçuyor. bura koyak. Bunu da bura koyak. Bəs mən elə deyirdim də ki, bunları bura qoyaq belə. Belə sıx otursun. Bir də bax bunları da bura qoyaq. Bunları götürün. Sən gəldi. Olmaz. Demeli bulaşıkları koyarım. Görün buradan yiyeyim. Koyarım. Mən kömək edirəm. Yavaş, prosta mənə dəymə də. Boncukları koymak yok. Geçen gel. Qəşəng deyə, amma elə belə onun üçün çox abartı yekədir. Bak geçelim. Orada taxmadığınız broşkalar varsa, abadoklar, onları götürək. Onları götürək. Artıqdırsa. Nasıl? Hansı? Yok bilemem. O qalsın, mənə lazım olur. Fikir verməyin, arada belə olur Zeynəbdə. İşletmelilerimizi ayırdık. İşletmelilerimizi ayırdık. Hı. Bunlar benim de böyle. İşlətdiklərinə ayırdı. Sadəcə olaraq bu deyirəm ki, çox yer tutur belə. Düzəliş eləmək lazımdır. Biz biraz əl gəzdirək bura. Sizə göstərəcəyik. Bunu çok beğeneceksiniz. Şahsen ben çok zevk aldım. Şimdi bunların içini koyacağım. Alt boyamda çekmelerini sonra temizlememiz zor olur. Ona göre ne tökülsün, orasına tökülsün de. Həm dibinə qədər çək onu. Qıraqdan, hə, düzəlt. Aferin. Deməli biz çıxartdıq içini tökdük. Bəzilərini götürdük, bəzilərini saxladıq. Gündəlik işlənənləri qabağa elə qoyaq, səs yoxsa. Böyle koyak. Sırayla böyle düzülsün. Hə, o da olar. Hı. Hə, olar. Qəşəngdir. Bunda bunu Gözlə. Hə. 2 saniyə içində Zeynəb orada da onu qoydu. İyi iyi. hələ dalı yoxdur. Burada uşaqların gümüş sepləridir, sırğalarıdır, belə bir şeylərdir kutularda. Oranı da sertirovka eləyəcəm. Bunu Zeynəb, Ben yerleşmiş. o belə fırlada bilərsən. Ha burada boş yer kaldı. Burada bunları koyak. Hı. Tamam geçen fikirde. Bence yerleşeceğim size buraya. Gel. Bunları O da sep koydum. şeyini düzəltmədi, yoxsa qalsın elə. Olsun bunu. Hə, yaxşı. Bunları buralara bu boşlukları bunları koyuyorum. Bunları koyuyorum. Sırgaları hala koyayım. O sırğaları bəlkə götürək, o yeni ilə aiddir. Deviyle takalım. Hə, götür qoy qırağa, kloku qoyarıq, orada klok var elə. Biz normal şeyleri har. Sırga yüzüyor. Onu balacalaşdırıb, balaca bir tərəfə yığaq. O şey diye çok. Çox keçərdi deyəm. Benim sabun qabıma bunları yığdık. Yüz, sırga falan az olduğu için öyle oldu. Ay daha öyle yığdık. Sen maskalarımız var. Maskalarımızı buraya koyalım.
Sonuncu halını görsəniz bu odanın. Ana ben necə oldu? Belə qoymuşum. Baxın, qəşəngdir. Amma yadınızda qalsın ki, bunun içindən şeyləri götür də, belə broşkalar var. Təmizlə içində sil, qəşəng olsun da. Bütün hamısını təmizi getmişik. Yoruldum, eləyim. Yox. Niyə səbirləyəcəm? Kuşaram aşağıdan. Şöyle otur. Ben gelin qapını açacağım. Yaxşı, ataya gələm. Birazdan Yağmurla Zeynep gələcək də. Yağmurla Zeynep. Yox, mən zəngiləri ki, bəs gələcəm. Evə tez gələcəm. Yağmuru mən götürəcəm. Yağmurla Zeynep. Zeynep buradadır. Gelin qapını açın. Hə, gelin qapını açın. Qapını bağlayıram darvazanı. Həyətə bizdə deyə. Həyətə girənlər eləyərlər ona görə. Nəysə gəlin. Daraq mən gəlirəm. Zeyneplə məşğul olun. Mən də məşğul olum. İçindən garip şeyler vardı. Ben boşaldım. Ya bu bile vardı yani. Bununla alakalı ben hiç bilmiyorum. Bunun ortak varıydı. Şimdi bunun içini sileceğim. Burada adaptörler koyduk. Zaretka değil. Adaptör. Bunu koyacağım. Benim bir sürü şeyimin adaptörleri. Bu birinci göre bugün buraya ne kadar adaptör girecek. Birinci. İkinci. Üçüncü. Dördüncü. Beşinci. Bütün ışıkların, fenerler hamısı buradadır. Beşinci. 5 tane girdi ve 6 tane olmalıyım. Ben adaptörüm burada yoktu. Saati de koydum buraya. Gözüküyor. Böyle, bunlar resebetim gözüküyordu. Aha. Özellikle şöyle bir düzülmüş var yani. Şöyle arkalarda falan. Şimdi bunu buraya koyacağım. Ve boş yer kaldı. Burada bu bir dakika. Ne boyda boş yer kaldı. Şimdi oraya dolduracağız. Bunun üstüne koymazdım da. Onu da koy yanından da. De bu rezinlərin qabağından, broşkaların qabağından koy. Koy onu. Arxadan koy. Buna haray. Neyse. Abadoklar düz. Bırak olsun. Oyunun renk oldu. De. Bitirdik. Şükür Allah'a. İndi buranın gözəlliyinə bax. Orqanizmin yaratdığı gözəllik. Və bu qızıl əllər. Zeynəbin ən çox əməyi var. Hansı əllər? Ver əlindən öpüm. Sonra hamur. Ver. Sən məni öpdün. Ondan çıkardım. Öpdüm. Çıkardım. Cırılacaq ha o. Cırılsın da. Çıxart. Son. Ay damla çık da. Cırılsın. Yok. Bilmiyorum. Deyən açım. Gəl sən tut. Ben de halt yedim bunu buraya yapıştım. Ən rahatı yapışdırmadı deyəm. Satırıq oldu. Söktüm. Bunun arxasına keçirdərik qoçlarını. İndi bura Yağmurun polkasıdır. Bunlar çıxartmır. Yox. Bu Yağmurun polkasıdır. Bu da Zeynəbin polkasıdır. İkisinin də səliqəsinə baxın. Çətin vurur. Hə. Megan, Jenny, Mina, Lydia, Jenny, Lisa, Felix. Adı bu da Niyelaydı, bu Megan'ı ile çastım. Bunlar ben bilmiyorum. Bu Huncindir. Bir daha. Bu Cesu'dur. Bu Felix'dir. Yok Felix değil o. Nədir o? Nə deyir özü? Ha Felix. Felix'lə Huncindir özü. Felix'lə Huncindir. Bu kimiydi? Bakcan, Gına. Bilmiyorum, adı yazmaz. Hər nəysə. Nerede kim adı var? Evet. O vərəqlər çıxardırsınız. Yoxsa axşam bacı ilə danışın. İkiniz də okeysizsə çıxardıq. Yəni bir sə necə? Hə, uje sıxır. Başqa bir şey eləyərsiniz ora. Yani Blackpink yani abarttınız yani boğuyor artık boğuyor.
Neyse. Anama Hələlik. yapıştırabilirim. Yox, burada düzəldi. Artıqları götürdük. İndi bir dənə bu termonun üstündəkiləri də artıqları götürək. İlk yox. Bir də bura baxmayın. Baxmayın ha. Bakmayın. Baxmayın ha. Batın gözünü. İndi oranı da səliqəyə salacağıq. Çünki burada nə artıq-urtuq var. Ora yığdıq. İndi oradakiləri da ya zibilə ya da yerinə yığacağıq. Bir şey diyeyim ana. Buna bir tane marifet şekli yapıştırabiliriz. Yapışdırarsınız. Böyle hamısını bir yerde olduğu için. Özünüz bilərsiniz. Bir tane. Seçim sizindir. Yapıştır. Hı. Altın efendim. Ürəyinizdə qalmasın içinə. Neysə. İndi nə edəcək Zeynəb? Hiç ne yemeyeceğim. Buraları sen temizleyeceksin. Ama aklıma benim derslerim de var. Yoksa derslerim... Sən dərsləbə demədin, dərsim yoxdur. Dersten gelmişim de. Dərsən gəlmişəm də yaxşı, yaxşı eləyərəm. Sinif yoldaşım da var. Ayda, mən Ay da lisan vurdum. barmağımı vurdun, lisanı yox. Neysə. Hələlik elə. Helaliğin lisanla helaliği cırılıp şekilde yine kal.